Salam, hər vaxtınız xeyir, hörmətli tələbələr. Neçə müddətdir deyirsiniz ki, üçbucaqların sayılması haqqında bir video gəlsin. Bu da sizlər üçün çəkəcəyimiz bir video. Deməli, üçbucaqların sayılmasında əsas qaydalar nədir və necə saymalıyıq ki, biz imtahanda həm vaxtdan qazanaq, həm də sualımız düz olsun. Əvvəla, ilk növbədə birinci bu sualdan başlayaq. Burada neçədən üçbucaq görürsünüz? Əlbəttə ki, hər kəs deyir ki, 1. Mənim çünki heç nə çəkməmişsə, sadəcə bir tək üçbucaqdır, doğrudur. Ancaq indi biz diqqət yetirsək, adi bir üçbucağın bir təpə nöqtəsindən qarşısına xətt çəkdiyimizdə. İndi buradan neçədən üçbucaq əmələ gəlib? Düzdür, 3 dənə. Hansı üçbucaqlardır? 1. Bu hissədə olan düzbucaqlı üçbucaq. 2. Bu hissədə olan düzbucaqlı üçbucaq. Bir də ümumi bütün üçbucaq. Ancaq biz bunu daha sürətli yolla necə tapa bilərik? Gəlin, indi mən bu hissəsini silim. İndi deməli, qayda şəklində dəftərlərinizi hazırlayın və yazın. Qayda şəklində desək, yoldaşlar, üçbucağın istənilən bir təpə nöqtəsindən özünün qarşı tərəfindəki oturacağa çəkilmiş olan düz xətt həmin üçbucağı neçə hissəyə bölürsə qeyd olunur. İndi burada neçə dənə qeyd elədik? Bax, 2 hissəyə bölüb, 1 və 2. Bunu indi 1 üstə gəl 2 kimi yazıb, birbaşa 3 olduğunu deyə bilərik. Bu biraz çox sadə oldu, düzdür? İndi gəlin, biraz daha işimizi çətinə salaq. Görək başqa cür biz nə tipli suallarla qarşılaşa bilərik. Deməli, elə birinci üçbucağımızın üstündə xətt bir dənə idi. İndi o xətti biz 2 dənə etsək necə olar? Dediyimiz qaydada yenə də 1, 2, 3 olaraq nömrələyib 1 üstə gəl 2, üstə gəl 3. Xətt 4 olsa əgər, təkrarən əlavədən bir dənə 4 gəldik və hal-hazırda gördüyünüz şəkildəki üçbucaq 10 ədəddir. Əgər bizə əlavə olaraq buradan belə bir xətt çəkib, bunun özünü belə 2 yerə bölsə, biz daha bura götürüb 5-6 yazmırıq. Niyə görə? Biz dedik axı, üçbucağın təpə nöqtəsi qarşı oturacağını neçə yerə bölürsə, nömrəliyirik. Axı bunun da özü ayrıca bir oturacaqdır. Bunu da 1 və 2 kimi nömrələyib üzərinə gələcəyik. 1 üstə gəl 2. İndi Dövlət İmtahan Mərkəzi son yaxın imtahanlarda, belə deyək də, son imtahanda yox, ondan bir neçə imtahan əvvəl bir sual salmışdı üçbucaqlarla bağlı. Gəlin onu çəkim sizin üçün. Düzdür, buradakı üçbucağa oxşuyur. Elə bu üçbucağın özü idi. Gəlin bunu izah edeyim sizə, sonra üçbucağın başqa növləri ilə bağlı suallar görəcəksiniz. İndi biz bu üçbucağa nəzər yetirsək, yoldaşlar, biz görürük ki, bu oturacaqları birinci nömrəliyik. 1 nömrəli oturacaq, 2 nömrəli oturacaq və 3 nömrəli oturacaq. Dediyimiz kimi, üçbucağın təpə nöqtəsindən qarşı tərəfindəki oturacağa çəkilən düz xətlər onu neçə yerə bölürsə qeyd edirik. 1, 2, 3. Və bunu nə edəcəkdik? Toplayacaqdıq. 1 üstə gəl, 2 üstə gəl, 3. Əlavə olaraq bu ikinci oturacaq kimi baxsaq, bu da 1, 2, 3'dür. Və bu da nə olacaqdı? Biz bu 2'ni qeyd elədiyimizdə bütünlükdə belə bir üçbucağı görürük. Bu tipli üçbucaq. İndi gəlin mən bir dənə səliqənə bu hissəsini silim, sizi çaşbaş salmayayım. İndi mən sizə bu ikinci üçbucaqla bağlı deyək. Bunu da topladıq. 1, üstə gəl 2, üstə gəl 3. İndi üçüncü oturacağa baxsınız. Bu da 3 yerə bölünür. Bu da 1, üstə gəl 2, üstə gəl 3. Bu eləyir 6, 6, bu da 6. İndi yoldaşlar, biz üst təpəni görə baxdıq ki, 18 dənə hal-hazırda üçbucaq gördük. Bəs bunların sağdan sola, yəni ki, 2 oturacaq arasında qalan üçbucaqları niyə sayırıq? Baxın, bir üçbucaq, bu bir yazdığım. 2, 1 ilə 2'nin birləşməyi. 3 də ki, bu üçünün birləşməyi. Deməli, bizim birinci və ikinci oturacaq arasında 3 ədəd üçbucağımız var. İndi ikinci ilə üçüncü oturacaq arasında neçə dənə üçbucağımız var? Yenə 1, 2, 3. 3 dənə də 2 ilə 3 arasında. 3, 3. Bu da 6. İndi toplasaq, ümumi bu figurumuzda 24 ədəd üçbucaq var.
İndi mən eşidirəm o verdiyiniz sualı. Müəllim, bu hissədə niyə saymadın? Yoldaşlar, burada axı oturacaqlar arası yoxdur. Yəni ki, burada neynədik? Birinci oturacaq, ikinci oturacaq arası saydıq. Sonra ikinci ilə üçüncü oturacaq. Amma bu üçüncü oturacaqdan yuxarı oturacaq yoxdur axı. Baş nöqtədir. Baş nöqtəyə görə də 6 dənə saymışıq da. İndi gəldik dünənləri paylaşım etdiyim suala. Baxın yoldaşlar. Neçə yerə bölünür? 1, 2, 3, bu da 4. 4 dənəsi. 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Bu birinci oturacağa görə. İkinci oturacağa görə 1, 2, 3, 4. Yenə toplayırsınız. Üçüncü oturacaq. Eyni qaydada toplama. Dördüncü oturacaq. Bax, 4 dənə oturacaq var. 1, 2, 3, 4. 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Bu 4 dənə 1-dən 4-ə qədər toplasaz, bu eləyir sizin üçün 40. 40. İndi əlavə olaraq burada nəyə diqqət yetirmək lazımdır? Deməli, yoldaşlar, baxırıq ki, bizim oturacaq aralarını hesabladıq. Ha, burada. Eyni qaydada hesablayaq. Birinci ilə ikinci oturacaq arasında. 1, 2, 3, bu da 4. 1 ilə 2 arasında 4 dənə. 2 ilə 3-cü oturacaq arasında 4 dənə. 3 ilə 4-cü oturacaq arasında yenə 4 dənə. Neçə dənə 4-ümüz oldu? 1, 2, 3 dənə 4-ümüz oldu. İndi 3 dənə 4-ün 12. 40-ın üstünə 12 gəlsən 52. Deməli, hörmətli yoldaşlar, biraz əvvəl də izah etdiyim suallar kimi dünənləri dərsdə də və ümumi olaraq qruplarda da paylaşdığım sual əslində buradakı sual idi. İndi gəlin baxaq görək, buradakı sual necə həll olunacaq. Biz yenə də dediyimiz kimi, əgər sual bu tipdə verilibsə və qarşı təpə nöqtədən oturacağı olan xətlər gəlibsə, yenə də oturacaqlarda neçə yerə bölünmələr varsa qeyd edirik. 1, 2, 3, 4, 5. Artıq biz bildik ki, birinci oturacaq üzrə 5 dənə yerə bölünür. Biz 1-dən 5-ə qədər rəqəmləri cəmlədiyimizdə neçə eləyir? Əlbəttə ki, 15. İndi gəlirik ikinci oturacaq. İkinci oturacağımıza da baxdığımızda 1, 2, 3, 4, 5 yerə bölünür. Həmin ikinci oturacaq üçün də 15-i qeyd edirik. İndi üçüncü oturacağa baxsanız 1, 2, 3, 4, 5. Yenə bir 15. Dördüncü oturacaq üçün də 15 dənə varımızdır. Yəni ki, 5 yerə bölünür. İndi nə dedi müəllim? Müəllim demişdi ki, oturacaqlar arasında saymaq lazım. Bax, bu 1. Bu ikisinin birləşməsi 2. Üçünün birləşməsi 3, 4, bu da 5. Deməli, birinci oturacağın, ikinci oturacaq arasında 5 dənə. Eyni qaydada ikinci oturacaqla, üçüncü oturacaq arasında da 5 dənə, 2 ilə 4 arasında da 5 dənə. Bu neçə elədir? 5, 5, 5, bu da 15. 5 dənə 15-üzü toplayarsınız, 75. İndi hörmətli yoldaşlar, bu sual sizin üçün olsun ev tapşırıq. Bu sualın cavabını şərh bölməsində yazarsınız. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı unutmayın.